Demək, maraqlıdır da. Zahid Oruc deyir, belə yəqin ki, araşdırma aparıb, hansı rayonlar daha çox kredit götürür və açıqlama verib ki, hansı rayonlar daha çox kredit götürür. Qoy baxaq görək hansı rayonlardır bunlar. Demək deyir ki, 90% bu ərazilərin payına düşür. Təkcə ötən il kredit alanların 3000 nəfərə yaxını dövlət qulluqçularıdır. Sonrakı yerləri daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər, 1800-dən bir qədər sonrakı yeri isə müəllimlər tutur. 1754 nəfər, 54. Ölkə .az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasında 2024-cü ilin büdcəsinin icra vəziyyətinin müzakirəsi zamanı deyib. Və deyib, deputat əlavə edib ki, kredit götürənlərin 90% Bakı Abşeron yarımadasının payına düşür. Səbəb ipoteka şərtlərinə uyğun kontingentin sözü gedən ərazidə yaşadığı göstərilir. Halbuki sirli dairədən çıxmağın yolları var. Çünki Azərbaycanın yarısı gəlib yerləşib Abşeronda, Xırdalanda. Ona görə də hərə bir yerə bir daş qoyub. Deyir, burada mən ev tikəcəm, burada mən bir ev tikəcəm. Hamı üst tutur banklara. Banklar da onlara belə səxavətlə kredit verir, sonra da aqibətləri yaxşı olmur. Hər gün müraciət edirlər ki, kredit ödəyə bilmirik və bunu da mən istəyərdim ki, Zahid Oruc bunu da məsələni qaldırın, gündəliyə salın ki, evin tikilməsi üçün, mənzilin tikilməsi üçün neçə sot nəzərdə tutulur. İndi kimisə 5 sot torpağı var, onu 5 nəfərə satır, hər birisi 1 sot torpaqda 2-3 mərtəbəli evlər tikir. Bunu da müzakirə çıxarın. Torpaq, 5 sot torpaqda 5 bina tikmək faciədir. Çünki bunun fəsadları yaxşı olmayacaq. Məndən bu qədər. Sarı Səfra Bahadır'dan.